Aha. Deməli, dignity, dignity belə bu oxunur. Diversity, equity and inclusion. Bu çox önəmli məsələlərdən biridir. Çox önəmli məsələlərdən biri. Dignity ümumiyyətlə nədir? Bu Azərbaycan dilində tərcümə bu ləyaqət, ləyaqət deyil bunun tərcüməsi. Ləyaqət də ki, ərəb mənşəli sözdür. Liyaqa sözündəndir. Bir şeyə münasib olmaq, bir şeyə layiq olmaq mənasında. Və bu və bu nədir? Və bu insanın ümumiyyətlə insan olduğuna görə ləyaqətinə hörmət olunması mənasındadır. Yəni burada heç bir səbəb axtarmırıq hörmət eləmək üçün. Və işdə sən elə bir mühit olmalıdır ki, yaratmalısan ki, komandada, mühitdə. İnsanlar orada sadəcə insan olduğuna görə və ləyaqətlərinə görə bir-birinə hörmət eləsinlər. Nə vəzifələrinə görə, nə maaşlarına görə, nə sosial statuslarına görə, nə onların xarakterinə görə və s. Sadəcə ləyaqətlərin qorunmalı. Və bir dənə e, bir məsələ var bu barədə. Daha doğrusu bir e, Amerikada çox məşhur onun adı Donna Hicks. Yəni Donna Hicks adında bir ekspert var, hansı ki e, bu dignity mövzusunda bu adam ekspertdir və o insanlar arası münasibətlərdə problemlərin deyir, böyük bir hissəsi həmin bu ləyaqətin alçaldılması ilə bağlı yaranır. Hətta bunu qətillər, hətta münaqişələr, hətta problemlər və adam da bu üzrə mütəxəssisdir və onun ümumiyyətlə 10 prinsipdən ibarət burada şey var, bəndlərdir, hansı ki dignity ilə bağlı prinsiplərdir. Ləyaqətlə bağlı olan prinsiplər. Birincisi odur ki, sadəcə deyir, insanı insan olduğuna görə sən aksept eləməlisən, hörmət eləməlisən ona. İkinci, o inklüzivlik məsələsidir ki, o qərar qəbul etmə prosesində o insanı sən cəlb eləməlisən o prosesə. Üçüncüsü onun təhlükəsizliyidir. İnsan özün psixoloji olaraq və fiziki olaraq təhlükəsiz hiss etməlidir olduğu mühitdə. Daha sonra çox önəmli məsələlərdən biridir. Deyir, qarşıdakı insan mütləq qulaq asmalısan ona diqqətli şəkildə və ona aktiv şəkildə dinləmə deyirlər də. Və onların təcrübələrin, hisslərin sən mütləq təsdiqləməlisən. Yəni sənin üçün önəm kəsb eləməlidir o qarşıdakının o dediyi fikir, səsləndirdiyi fikir. Və tanımalısan onun tutaq ki, müsbət xüsusiyyətlərin, onun effort deyirlər də. Məsələn, bu bizə ən çox iş yerlərində olan problemlərdən biri nədir? İşçi bir effort göstərir, nəsə eləyir və o qarşı tərəf onun menecment, rəhbərliyi, onun effortun səyin qiymətləndirmir. Ona recognition deyirlər də. Yəni onu heç başa düşmür ki, bu adam məsələn nə elədi. Görmür onu. Bu çox qeyri-peşəkar. Əslində liderin ən böyük peşəkarlığı ondan ibarətdir ki, o komandada baş verən prosesləri görür, insanların qatqısını görür və onu recognize edir, qiymətləndirir, tanıyır onu. Ola bilər, məsələn, gəlib demir, bu sənin borcundur, eləməlisən. Hə, maaş alırsan buna görə. Və yaxud bu sənin işindir, sən bunu eləməlisən. Yox. Bu deyirsən, bu sənin işindir, bəli, sən bunu edirsən, amma sən bunu layiqincə elədiyin üçün, bax görsən, liyaqa sözüdür də, layiqincə. Dignity bax budur. Mən bunu tanıdım, mən bunu qəbul elədim, gördüm, mən bunu qiymətləndirdim. Bax, görürsün necə bir-birinə bağlıdır. Fairness-dir, o ədalət olmaq məsələsidir. Ondan sonra başa düşmək məsələsidir. E, Understanding olmalıdır. Yəni deyirsən o ingiliscə judge deyir də birini mühakimə etməzdən qabaq bir understanding olmalıdır. Sən onu bir başa düş ki, İslamda belə bir şey var deyir. Sən bir pis bir şey eşitdinsə 70 dənə yaxşı yerə yol, bir şey çıxmasa sonra pis fikirləşərsən. Ha burada da elədir. Deyir əvvəlcə başqa perspektivləri fikirləş, gör adam niyə belə eləyib. Ondan sonra mühakimə elə.
Və deyir insanların hər zaman o individuallığına hörmətlə yanaşmalıdır və onların həyatına təsir edən qərarları verəndə onların özlərinin də fikri nəzərə alınmalıdır. Məsələn, tutaq ki, bir işçiyə sən deyə bilmərsən də, sən bu layihədən götürürəm, sizə verirəm o birisi layihə. Və yaxud sən bu gün bu vəzifəni yerinə etsənsə, bu gün tutarsan başqa vəzifəni yerinə yetirəcəksən. Çünki bu adamların birbaşa şəxsi həyatına təsir edir. Və yaxud bu gün sənə 5 manat maaş verirəm, sabah 3 manat maaş verirəm. Bu olmaz. Və təbii ki, hər kəs də bu məsuliyyət, cavabdehlik daşımalıdır bu proseslə bağlı bir-birinə qarşı. Və o əgər kimsə bunu pozursa, qarşıdakı insan ləyaqətini alçaldırsa, ən azından o üzr istəmə məsuliyyətini dərk etməlidir. Yəni bu formada bu 10 dənə prinsipdir. Həmin bu ekspertin verdiyi prinsipdir. Əslində də məntiqlidir, çox da uyğun gələn prinsipdir. Görürsüz bir dənə dignity sözünün arxasında nə qədər belə deyim də geniş bir məsələ danışır ki, mövzu insandan gedəndə məsələ mürəkkəbləşir. Sonra diversity. Diversity nədir? Müxtəliflik, rəngarənglik. Yəni şirkətdə cinsindən, irqindən, siyasi görüşündən, dini görüşündən, sosial statusundan asılı olmayaraq hər kəsə eyni formada yanaşılır. Eyni opportunity, yəni eyni imkanlar yaradılır. Equity haqqında biz keçən dəfə danışmışdıq. Bu da bərabərlikdir, amma daha çox bu ədalətlilikdir. Equality sözündən fərqlidir. Equality bərabərlikdir bir məna olaraq. Equity sözü olaraq isə bu daha ədalətlidir. Burada fairness var. Burada ədalətlilik prinsipi qorunur. Yəni keçən dəfə misal çəkdik. Tutaq ki, bir əlil işçi var, fiziki qüsurlu, düzdür? O fiziki qüsurlu insana əlavə şəraitin yaradılması bu equity-dir. Çünki onun ehtiyacı daha çoxdur. Tutaq ki, sən adi bir masada otura bilirsən, amma onun daha ergonomikası daha yaxşı olan bir masa təmin eləmək lazımdır ki, o fiziki qüsur var, o da gəlsin, sən səviyyədə rahatlığa çatsın ən azı. Bax bu equity-dir. Hərənin e, ehtiyacı olduğu qədərin vermək bu equity-dir. Və inclusion odur ki, inklüzivlik. Bayaq buna misal çəkdik. Hər formada olan insanları sən müxtəliflik yaradırsan. Include eləyirsən. Include söz var da ingiliscəsində düzdür, daxil etmək. Inclusion sözü də bu həmin kökdəndir. Hə. Yəni sən burada istənilən formada olan insanları cəlb eləyirsən və inklüzivlik yaradırsan şirkətdə. Burada mən bir dənə məsələyə də istəyirdim diqqət çəkərəm. Deyir ki, bax, bias bilirsiniz nədir? Qərəz. Bias sözü. Bu da çox istifadə termin kimi yadda saxlayın. Qərəz olmamalıdır insanlar haqqında fikir bildirəndə, onlarla münasibətdə, kommunikasiyada. Yəni əvvəlcədən beynində bir fikir formalaşdırmısan və indi həmin adamla kommunikasiyaya onun üzərindən gedirsən. O adam nə desə sən ona konstruktiv yanaşa bilməyəsən, qərəzli yanaşacaqsan. Bu var. Bunun özü var. İkinci cultural competence'dir. Sonra mesela unconscious language use var. Bu unconscious language use bilirsiniz nədir bu? Şuursuz şəkildə istifadə olunan sözlər. Şuursuz şəkildə istifadə olunan sözlər. Olur da bu məsələn görürsən ki, sən bir dənə kəlmə istifadə edirsən. O qarşıdakı adam üçün onun mənası çox pisdir. Düzdür? Bizə də qarşı olur belə şey. Biz də kiməsə qarşı bunu eləyirik. Şuursuz şəkildə bir söz istifadə edirik. Bu söz qarşıdakı insan üçün çox pisdir. Məsələn, bizdə təcrübədə belə bir şey olmuşdu. İşçilərin biri deyir ki, menecmentdən olan işçilərdən biri. Həm məsələn özü Avropalı idi də. Ha, amma filankəs mən Avropadan gəlmişəm. Filankəs Afrikadan gəlib. Bu adam əslində şuursuz şəkildə düşünmədən belə bir kəlmə işlədir və məsələn komandada da tutaq ki, hansı Afrika ölkəsindən gələn bir əməkdaş var. Onun üçün o söz birbaşa təhqirdir də. Görürsüz, burada bir dil istifadə, rasizm elədi də bu adam. Amma onun fərqinə varmadı, heç o nə deyir. Və yaxud məsələn hansısa bir mövzu gedir. Deyir ki, o fəhlədir, onu nə biləcək?
O bilməz bu sözü. Və yaxud e, bir işdir, o işi yox, qadın da onu bacarmaz o işi. Ola bilər, indi məsələn, orada bir fiziki daha güc tələb olunur, amma o sözü deməyin formatı və unconscious language use də şuursuz dil istifadəsi, şuursuz istifadə olunması dilin. Hə. Daha sonra mikroaggression-da bu aqressiyanı göstərir məndə. Görürsən ki, açıq şəkildə aqressivlik eləmir, amma hansısa momentlərdə aqressivlik göstərir. Baxımdan mikroaggression deyirlər. Və bilirsən, hər zaman bu barədə mentorluq verməlisən, yəni mentorship eləməlisən. Hə, hə, yeni qoşulanlar da var. Mən bu videonu atacağam, atacağam qrupa. Bu hissəsinə mütləq baxın. Hə, yenə yeni qoşulanlar var. Biz indi bax bu Dignity, Diversity, Equity and Inclusion barəsində danışdıq. Mən bu videonu atacağam. Məsləhət görərdim mütləq bu hissəsinə siz yenidən baxın. Çünki çox vacib nöqtələrdən danışdıq. Çünki bu anlayışda çox vaxt biri-biri ilə qarışdırılır və yaxud düzgün anlaşılmır. Ona görə bu sözlərə çox da diqqət etmək bias nədir, cultural competence nədir, unconscious language use nədir, microaggression nədir, dignity nədir, diversity nədir? Çox önəmli məsələlərdir human rights-la bağlı olan hissədə. Ona görə bu hissənin üstündən bir video e, qeyddə yenə keçərsiniz. Növbəti artıq biz burada people impact bölməsi ilə qutardıq və people impact bölməsində mən istəyirəm bir geriyə qayda-qayda bir dənə üstündən baxaq. Görək ki, nəsə yadımızdan çıxmadı. Burada biz danışdıq məcburi əməkdən, biz burada danışdıq yaş həddindən, biz burada danışdıq zorakılıq və e, ayrı-seçkilikdən və fikir versəz hər slaydın küncündən mən Sustainable Development Goals-un hansı bəndləri ilə əlaqə var, onu da burada qeyd etməyə çalışmışam. Ona fikir verin. Daha sonra insan haqlarının içərisində bu mövzuları əhatə elədik. Society and Customers barəsində danışdıq. Orada müştəri məlumatının qorunmağı haqqında, produkt, xidmət və məhsulların etiketlənməsindən danışdıq. Müştəri sağlamlıq və təhlükəsizliyindən danışdıq. Daha sonra indigenous and tribal people, bu həmin o etnik haqlar, həmin o tayfalar, qəbilə insanları haqqında, o icmal sosial qruplar haqqında danışdıq. Daha sonra public policy and compliance, community engagement, icmaların cəlb edilməsi haqqında danışdıq və bundan əvvəl danışmışdıq work-life harmony məsələsi haqqında. Yaxşı, yəni bu mövzuların hamısını biz əhatə elədik. Bax, bununla da people məsələsi qurtardı və mən yenə qayıdıram geri. Ən əvvəldə biz bir dənə bax bu cədvəli vermişdik. Rahidə indi tanış gəlir bu cədvəl. Həmin bu cədvəldə görürsüz bu mövzuların hamısını detallı getdik və misallarda çəkdik. Bunların hamısına bağlı. Yaxşı, burada bir dənə hissə qalıb, bir dənə üzr istəyirəm, bu hissə qalıb. Bunu da mən mütləq üstündən keçəcəm. Bax, burada məsələn ethical behavior məsələsi var. Etik davranış. Bu etik davranışın içərisində sustainable procurement and contract var. Mən onun da üstündən keçeyim bu gün. Bu people mövzusunu tamamlayaq. Üzr istəyirəm. Aha. Bu da çox maraqlı mövzudur dostlar. Bir dənə buna da diqqət edək. Ethical behavior-da burada nədən danışır? Sustainable procurement practice and contract. Sustainable procurement practice and contract nədir? Satın alma, dayanıqlı satın alma və müqavilə. Contract, təcrübələri. Anti-corruption, yəni korrupsiyaya qarşı polislər və s. Fair competition, ədalətli rəqabət. Responsible technology. Responsible technology bunu belə tərcümə eləyək ki, yəni
texnologiyadan məsuliyyətli istifadə. Green claims and greenwashing. e, Green claims bu yeni izah eləyəcəm. Green claims, yəni sən istənilən məhsulda, xidmətdə mütləq ətraf mühiti nəzərə alırsan və eco-friendly eləməyə çalışırsan bütün addımı. Greenwashing isə bir növ green claims bilsən də sənin məhsulun göstərir ki, bu nə dərəcədə green obyektivlərə uyğundur. Məsələn, eco-friendlydir də, belə deyək. Greenwashing isə bunun tam əksinə. Yalandan green claims'in arxasında gizlənməkdir. Yəni şirkət elə göstərir ki, guya bunun məhsulu eco-friendlidir, guya elə göstərir ki, bunun istehsal etdiyi məsələn də material biodegradable'dır. Yəni bioloji ona nə deyirlər? Hmm, bioloji e, sintez olunmuş Parçalana bilər. parçalanan materiallardır. Amma əslində isə elə deyil. Məsələn, araşdırırsan, görürsən ki, yox. Tutaq ki, deyir ki, biz 50% renewable enerjidən istifadə edirik. Amma araşdırırsan, görürsən heç 5% də deyil bu. Və yaxud deyir ki, mənim istifadə elədiyim materialın tərkibi 90% orqanik maddələrdir. Araşdırırsan, görürsən ki, 90% sintetik maddələrdir. Buna bənzər yalandan, yəni reklam üçün, trend üçün, klient yığmaq üçün və yaxud hansısa bir investisiya cəlb etmək üçün, sponsor əldə etmək üçün belə bir propaganda aparır. Amma arxasında isə bunun heç bir əsası yoxdur. Yəni sui-istifadə etməkdə bu addan. Hə. Sustainable procurement practice and contract nədir? Dayanıqlı satın alma prosesləri ilə bağlı və ümumiyyətlə sən satın alma prosesinin özündə belə artıq sustainable, dayanıqlılıq məsələsini fikirləşməlisən. Və bu SDG-nin 12-ci məqsədinə uyğundur. Responsible consumption. Consupt nədir? Consume eləmək sözündəndir də, bir şeyi tükətmək. Düzdür? İstehlak etmək. İstehlak edənin məsuliyyətindən söhbət gedir burada. Məsuliyyətli şəkildə istehlak etmək. Bir var istehsal etmək, bir var istehlak etmək. Biz istehlak edirik, yəni consume edirik, istifadə edirik məhsulları, düzdür? Bu prosesdə artıq bu başlayır satın alma mərhələsində. Yəni məsələn, layihə kapsamında, miqyasında fikirləşəndə şirkət satın alma strategiyasını o cür qurmalıdır ki, artıq aldığı materialların özünü fikirləşsin ki, bu nə dərəcədə eco-friendly bir materialdır. Məsələn, maddədir və yaxud avadanlıqdır və yaxud hansısa bir vasitədir. Və sən burada bunun environmental, yəni ətraf mühit, bunun iqtisadi, ekonomik və yaxud sosial təsirlərini artıq fikirləşməlisən. Çünki sustainability dediyimiz bu təkcə ətraf mühit deyil, bu həm ətraf mühit, həm iqtisadi, həm də sosial təsirlərdən söhbət gedir. Və sən satın alma prosesini qərar verəndə sən artıq bunu fikirləşməlisən ki, mənim satın alma prosesimdə mən bu üç dənə faktor nəzərə alınır və yaxud bunlara mən necə təsir göstərirəm. Və bütün deyir supplierlərin, təchizatçıların sən qiymətləndirməlisən environmental and social performansını. Əgər məndə məlumat varsa ki, bu materialı aldığım şirkətdə orada human right yoxdur. Orada insan haqları qorunmur, işçilərin əmək haqqını verirlər. Orada forced labor, məcburi əmək var. Orada child labordan istifadə, uşaq əməyindən istifadə olunursa, mən artıq orada mal almamalıyam. Mən mal almalıyam. Aldığım təqdirdə artıq mən o sustainable management sistemi var deyə bilmərəm mən. Bax görürsüz harda başlayır. Satın almada mən bunu fikirləşməliyəm. Məhsulları və xidmətləri prioritetləşdirməliyəm. Necə prioritetləşdirmək? Məsələn, Energy Star var, sonra Forest Stewardship Council var, Leadership in Energy and Environment Design var. Belə şeylər var, certificationlar var da, hansı ki o məhsulların, o materialların, o xidmətlərin üzərində olmağı
onların bir növ göstərir ki, bir növ belə deyim də, şirkətin sertifikatıdır ki, göstərir onlar nə qədər sustainable xidmət göstərirlər və yaxud bu elementləri öz bizneslərində nəzərə alırlar və məsələn ulduz 5 ulduzlu otel bu bir növ ona bənzər bir şeydir. Şirkət qiymətləndirir. Deyir ki, o məhsullara prioritet, xidmətlərə prioritet verir. Daha sonra encourage the use of eco-efficient products and services that use less energy, less water, have longer lifespan. Bu nədir? Deyir ki, daha az enerji istifadə edən məhsullara diqqət. Məsələn, kondisionerlərin üstündə hamısına yazır, məsəl üçün ki, eco-friendly. Ondan sonra daha az enerji konsum edir. Paltar yuyan maşın daha az enerji konsum edir. Çünki enerjinin özü əgər ənənəvi enerji mənbələrindən gəlirsə, karbon emit eləyir. Adi bir lampoçkanın yanmağı bu nədir? Azərbaycanda enerji stansiyalarının əksəriyyəti qazla işləyir. Sənin burada əlavə bir işığı yandırmağın, əlavə bir tok istifadə etməyin o göstərir ki, orada əlavə qaz yandı və sən karbon emissiyası havaya buraxdın. Less water, suyun az istifadə olunması. Mümkün yerdə quru təmizləmədən istifadə elə. Mümkün yerdə elə texnologiyadan istifadə elə ki, orada 10 litr yox, 1 litr sudan istifadə elə. Görürsən, eco-friendly, eco-efficient product da. Burada həm də resurslara qənaət edirsən. Bu da dayanıqlılığın bir prinsipidir. Həm də nə edirsən, ətraf mühitə daha az ziyan vurmuş olsan və bu gəlir 12-ci məqsədi doğrudur. Responsible consumption. Düzdür? Məsuliyyətli şəkildə istehlak etmək. Və yaxud hətta onun sonrasını da düşünürsən ki, mən elə bir mal, material, avadanlıq alım ki, bu bir dəfəlik istifadə olmasın da. Uzun müddət bunu istifadə edeyim. Biri var bir ilin ərzində 5 dənə həmin avadanlıqdan alım. İstifadə elədim, atdım, istifadə elədim, atdım. Və daha çox zibil yaranmış oldu, tullantı yaranmış oldu. Bir də var ki, bir dənəsini aldım, 5 il istifadə elədim, daha keyfiyyətlisi. Və hətta istifadə etdim, bunu edəndən sonra bu necə recycle olunacaq? Bu necə reuse olunacaq? Biz də bilirsiniz də recycle başqa şeydir, reuse başqa şeydir. Və hətta bir dənə recover də var. O da başqa şeydir. Sonra da ən axırda disposal gəlir. İndi bu haqda biz o Planet Impact bölməsində daha geniş danışacağıq. Train relevant project workers on sustainable procurement. Yəni və sən bu barədə maarifləndirmə aparmalısan. Ümumiyyətlə bilirsiz məsələ nədir? Bir şirkət əgər iddia edirsə ki, biz sustainable nə bilim proseslərimizin hər yerində biz bu sustainability goalsları nəzərə alırıq. Orada işçilərin hamısı o qədər o maariflənməlidirlər ki, bu barədə. O türklərdə yaxşı bir sözdə farkındalıq. Və sən bunu hamı bütün işləri bunu awareness eləməlisən, başa salmalısan, onlar hamısı filtrdən keçməlidirlər, məlumatlanmalıdırlar. İstər-istəməz onların mindsetini hopmalıdır. Məsələn, bəzi şirkətlərdə görürsən o maşınla bağlı o qədər ciddi tələblər var ki, məsələn, Qaçal terminalında işləyən vaxt o qədər adət eləmişdi ki, maşına minəndə remen taxmaq. 5 metr məsafə gedəndə də istər-istəməz adam əlini atırdı, tez remenini taxırdı. Və yaxud reverse park eləmək, arxa-arxaya maşını park eləmək. Və o oturur sənin mindsetinə. O qədər o barədə danışılır, təlim keçilir, monitorinq olunur ki, istərsənsə sənə hopur o məlumatlar. Pay supplier in accordance with their contracts and hold them to the same standards and practice for sustainable program used by the project. Yəni e, kontrakta uyğun ödənişlərin eləməyindən söhbət gedir və onların hamısı deyir ki, bütün supplierləri eyni standartda saxla. Yəni birində belə, birində belə olmamalıdır da. Ümumiyyətlə özündə o standart qurmaq istəyən şirkət, keyfiyyət axtaran şirkət elə bir standart yaratmalıdır ki, onunla işləyən bütün təchizatçılar, kontraktorlar, subkontraktorlar hamısı onun standartına uyğunlaşmağa çalışsın. Yəni o halda bir vahid idarə etmə sistemi yaratmaq olur. O halda bir standart tətbiq eləmək olur. Əks halda çox xaotiklik olur. Əks halda idarə etmə çox çətin olur və keyfiyyət axtarmaq orada mənasızlaşır. Anti-corruption. Corruption nədir? Korrupsiya. Korrupsiya ən böyük problemlərdən biridir və bu SDG-nin 16-cı məqsədinə uyğundur.
Düzdür? Burada peace and yəni sülh və justice və ədalət var. Çünki korrupsiya varsa burada ədalətdən söhbət gedə bilməz. Ədalətin tam əksinə olan bir şeydir korrupsiya. Layiq olan qalır qıraqda, korrupsiyaya bulaşmış keçir ondan qabağa. Bu tender proseslərində, bu supplierlərin seçilmə prosesində, bu işçilərin işə götürülmə prosesində bu hamısı ola bilər. Özdə korrupsiya bu çox böyük geniş amildir də. Korrupsiya ilə rüşvəti, yəni bribery bunu bir tutmaq olmaz. Corruption içərisində hər şey var. Corruption içərisində hətta nepotizm də var. Yəni qohumbazlıq, öz qohumunu işə cəlb eləmə. Korrupsiyanın içərisində məsələn deyirəm də, o conflict of interest məsələləri öz maraq dairəsində olan hansısa bir dənə şirkəti işə cəlb eləmə. Və yaxud bribery də var bunun içərisində. Yəni rüşvət alıb hansısa bir işi həll etmək. Yəni corruption daha geniş amildir. ISO-nun standartı var. Hətta bununla bağlı, bunun menecer olmağı ilə bağlı, anti-corruption məsələlərlə çox ciddi bir prosesdir, yəni şirkətlərdə, bu layihələrdə. Bu çünki gəlir təhlükəsizliyə də təsir göstərir, bu gəlir çünki keyfiyyətə də təsir göstərir, bu istənilən bir layihənin proqresinə də təsir göstərir, bu şirkətin reputasiyasına da təsir göstərir, bu hər şeyinə, imicinə də təsir göstərir və sair və ilaxır. Və bu proses hər yerdə bu yəni nəzarət olunmalıdır. Hətta məsələn HR o agentlikləri işə götürmə şirkətləri, outsource şirkətlər, oradan başlamalıdır proses. Ki orada kimsə rüşvət alıb kimsə işə götürmür ki. Və yaxud daha layiqli namizəd qala-qala layiq olmayan, bilgisi az, kvalifikasiyaları yetərsiz olan insanlara pul qarşılığında işə cəlb olunmur ki. Və onun hamısında nəzarət olunmalı üçün, dedekt olunmalı üçün hamısında mütləq şey olmalıdır. Və deyir elə bir dənə bax burada mən bir dənə kəlməni görürsüz burada daha qalın şriflərlə vermişəm. Elə bir mühit yaratmalı ki, orada insanlar bunu şikayət etməyə qorxmasınlar. Ki mən şikayət eləyərəm, bunun arxası daha pis olar. Reporting sistemi olmalıdır, özü də anonim şəkildə. Anonim reporting sistemi olmalıdır. Hə, bax bu da ən önəmli məsələlərdən biridir. Və sən monitorlar aparmalısan, bununla bağlı yoxlamalar aparmalısan, hətta individual söhbətlər aparmalısan və subkontraktorlarla, onlarla görüşlər keçirilməlidir, rəylər alınmalıdır, anonim formada da ola bilər bu rəylər. Yaxşı. Və yəni bütün bunlar hamısı şirkətin nəticədə gəlib gözü sustainability, o dayanıqlılıq məsələlərinə gəlir, dayanır. Gör nə qədər genişlikdə insan da var burada, burada etik normalar da var, hər şey, hamısı. Fair competition, bu ədalətli rəqabət. Burada bir dənə şey var, burada bird rigging var. Bu bir termin kimi bunu yadda saxlayın da, hansı satın alma prosesində bizim dildə desək, o necə deyək, maxinasiya, hansısa bir şirkətin işini keçirmək üçün. Bir neçə məsələn şey var, orada daha zəif, layiq olmayan məsələn seçirlər. Yaxşı, bird rigging. Daha sonra refuse to participate in the price fixing agreements. Bu ümumiyyətlə yadda saxlayın. Bu agreementlərin növləri barədə sizə adını danışacağam. Price fixing, bu project management ümumiyyətlə ən önəmli şeylərdən biridir. Bu kontraktların, agreementlərin növləri və s. və axır. Yaxşı. Hə, burada ən əsas məsələ nədir? Yəni elə bir şərait yaratmalısan ki, istər sənin tender prosesin, istər sənin satın alma prosesin, hər şeydə ədalətli competition olsun. Yəni orada biderlər arasında, orada supplierlər arasında, vendorlar arasında, yəni təchizatçılar arasında gedən proses ədalətli olsun. Ədalətli olsun. Yəni elə bir şey olmasın ki, hansısa bir şirkət digərin əssin və hansısa başqa bir yollarla gəlsin iş götürsün. Digəri isə sıradan çıxsın. Yəni bunu hər birinə bu layihəyə investisiya qoyan şirkət buna məsuliyyət daşımalıdır. Layihənin investoru buna məsuliyyət daşımalıdır və o sistemi o formada qurmalıdır.
Yaxşı. Və responsible technology, texnologiyadan məsuliyyətli şəkildə istifadə etmək, böyük müəssisələrdə, international böyük şirkətlərdə bunun hamısında görürsüz, vaxtaşırı bununla bağlı təlimlər gəlir, data protectionla bağlı, ondan sonra kompüterlərdə olan məlumatların konfidensiallığının qorunması, nə bilim, öz passvordunuzu heç kimlə paylaşmayın, öz iş kompüterinizi başqa yerdə internetə qoşmayın, öz iş telefonunuzu başqa məqsədlər üçün istifadə etməyin, secure eləyin, otaqdan çıxanda kompüterinizi lock eləyin, bir-birinizə passvordunuzu bölüşməyin və s. və ilə. Bu hamısı nədir? Texnologiyadan məsuliyyətli şəkildə istifadə edilməz. Çünki bu ataklar ola bilər, kompüterə virus düşə bilər və yaxud şirkətin sisteminə sızmalar ola bilər, kiber cinayətlik və s. və ilə. Hətta AI, Artificial Intelligence-də bu süni intellektin istifadəsinin özü ilə bağlı belə burada nələr olmalıdır? Düzgün insanlar treyiningdən keçməlidirlər. O etik implication-ı başa düşməlidirlər. Ki, necə ümumiyyətlə istifadə edilməlidir bu AI? Hansı hallarda istifadə edilməlidir? Və yaxud istifadə etdiyin bir məlumat oradan əldə eləmirsən, onu necə verify eləməlisən? Necə double check eləməlisən? Aydın oldu. Bu çox önəmli məsələlərdən biridir. Bu çox önəmli məsələlərdən biridir. Məsələn, indi çox mod düşüb də, adı bir dənə AI-da bir dənə e-mail yazırlar, heç baxmadan məlumatı göndərirlər. AI səhv eləyə bilən bir şeydir. Yəni, məsələn, ChatGPT-nin özünə informasiyalar verirsən, görürsən ki, nə qədər səhvlər eləyir. Hə, deyirsən ki, bunu səhv yazırsan, deyir, üzr istəyirəm, mənə düz deyirsən, bunu düzəldərik. Ona görə istənilən halda AI-dən istifadə edirsənsə, mütləq onun özü verify olmalıdır, double check olmalıdır oradan gələn məlumatlar. Yaxşı. Sonra bu develop mechanism to detect and address potential bias in algorithms or data sources used to generate insider right decisions. Bir dənə bax bir şey də deyim sizə. Ən o şeyin içərisində təlimlərin içərisində də həmin o mövzulara toxunulur. O yəni bunun iş təcrübəsi olan insanlar bu sadə məlumatı bilir. Həmin o phishing e-maillər, yalançı SMS-lər, bu belə şeylər çox olur. Bir də görsən, açırsan, həmin o linkə tıklayırsan və yaxud o e-mailə daxil olursan, onun vasitəsilə girirlər sənin kompüterə, sənin məlumatları vururlar və yaxud şirkətin məsələn serverinə daxil ola bilərlər, konfidensial məlumatları götürə bilərlər və ilaxır. Use green computing solution and renewable energy sources whenever possible. Deyir və mümkün qədər green computing solutions, yəni bax kompüterdə istifadə eləyəndə orada sən mütləq yenə fikirləşməlisən, ətraf mühiti və s. və ilaxır. Adi e-maillərdə fikir versiniz, həmişə altından həmişə bir şey gedir ki, mümkün olduğu qədər az e-mail göndər. Əgər bir şey üzbəüz danışmaq mümkündürsə, üzbəüz danış. Telefonla danış və yaxud çünki hər bir göndərdiyin e-mail əlavə şeydir, enerjidir və hər biri karbon izi buraxır. Hətta bu travel eləyən vaxtı da bu məsələ var. Deyir mümkün qədər, əgər vacib deyilsə travel eləmə. Çünki travel eləyəndə sən maşın istifadə eləyirsən, əgər maşın tok maşın deyilsə, orada sən yanacaq istifadə eləyirsən və karbon emit eləyirsən. Sən hər addımda sən məsuliyyət daşıyırsan da bir növ. Bu o düzdür, bunu %100 eləmək mümkün deyil, amma mümkün qədər eləmək olar. Yəni şirkətlər ən azı müəyyən qədər eləyə bilirlər də bunu. Məsələn, enerji consumption-dan tutmuş, maşınların məsələn yanacaqlı yox, elektrik maşınlardan istifadə eləyə bilirlər. Logistika prosesində bunu nəzərə alırlar. Və s. və ilə. İndi düzdür, hələ ki dünyada bu infrastruktur ölkədə, bizim özümüzdə bu tam o vəziyyətdə deyil. Bunu %100 eləmək hələ ki mümkün deyil. Amma dünya o istiqamətdə o prosesə gedir də. Görək bunun axırı necə olacaq. Green claim və greenwashing barədə də artıq danışmışıq. Burada əsas nədir? Deyir, hər zaman öz layihənin ətraf mühit təsirləri barəsində düzgün məlumatlar verməlisən.
Greenwashinglə bağlı deyir, zero tolerance olmalıdır da. Yəni bir növ sui-istifadə eləməməlisən o green claim-dən. Yalandan deməməlisən ki, məndə hər şey net zerodur və yaxud eco-friendlydir və s. və ilaxır. Bu yalandır. Yalanın arxasında gizlənmək olmaz. Və deyir öz supplierləri, yəni təchizatçıları e, yoxla və onları əgər belə bir şey varsa, greenwashing varsa, onları başqaları ilə əvəz elə. Və düzgün mütləq ACG Disclosure and Sustainability Report, yəni o dayanıqlı reportlarını düzgün şəkildə ver və s. və ilaxır. Bunu da çox uzatmaq istəmirəm, ümumi sözlərdir. People hissəsi, əziz dostlar, bax bununla da qurtardı. Yəni mən çalışdım ki, hərəsindən biraz sizə izah edən misallar göstərəm, əsas nöqtələrə toxunam. Qalanında siz özünüz bir göz gəzdirib bunu nə etməlisiniz? Üstündən keçməlisiniz. Yaxşı. Mən indi sizə bir dənə də bir şey deyəcəm. Ondan sonra da biz bu günlük sağollaşacağıq. Bunu göndərəcəm sizə. Bax, bu birinci dərsimizdə olan şeylərdən ən vacib sözlərin hamısını atmışam bura. Definition'unu vermişəm, Azərbaycanca tərcüməsini vermişəm və praktiki nümunəsini vermişəm. Bunu atacağım sizə, bir buna baxırsınız. İkinci məsələ sizə qrupda mən şey atmışdım.